Son illər ölkəmizdə arıçılığa maraq və diqqət xeyli çoxalıb. İnsanlar buna peşə deyil, artıq gəlir mənbəyi kimi baxmağa başlayıblar. Lakin nümunəvi təsərrüfat yaratmaq, onu inkişaf etdirmək hər kəsə nəsib olmur. Biz hazırda Qəbələ rayonunda arı təsərrüfatlarından birindəyik. Bu təsərrüfatın arı məhsulları, arı ailələri haqqında ölkəmizdə, hətta beynəlxalq tədbirlərdə hər kəsin məlumatı var. Sabahın Xeyir Azərbaycan proqramının izləyicilərini məhz bu təsərrüfatla yerində tanış etmək istəyirik. Buyurun, gəlin. Bir tərəfdə rəngbərəng güllər, digər tərəfdə isə lavanda bağı. Min bir faydası olan bitkilərlə zəngin bu təsərrüfat arılar üçün ən əlverişli mühit yaradır. Bura Məmmədovlar ailəsinə məxsus arıçılıq təsərrüfatıdır. Ömrünü arıçılığa həsr edən Leyla Məmmədova deyir ki, ötən ilin çətinliklərini geridə qoyaraq bu mövsüm daha sağlam və güclü Boz Qafqaz arıları yetişdirə biliblər. Onun sözlərinə görə arıları qışdan salamat çıxarmaq vacibdirsə, onları yaz xəstəliklərindən qorumaq və keyfiyyətli məhsul əldə etmək daha məsuliyyətlidir. Fevralda biraz istilər oldu, istilər arını elə bil oynatdı da, arı başladı inkişafa. Martdakı soyuq arını biraz ləngitdi. Aprel ayının özündə də yağışlar oldu. May ayı girəndən də özünüz görürsünüz ki, həftədə bir dəfə yağışlar başlayır. Ancaq arılar daşıdığı çiçəkdən gərək nektar götürsün. Artıq akasiya çiçəyinin dövrüdür. Akasiya çiçəyinin dövrü də bir həftə, 10 gün akasiyanın üstündə çiçək qalır. Ondan da arı nə qədər bal daşısın ki, biz may balı istehsal eləyə bilək. Təcrübəli arıçı bildirir ki, el arasında may balı kimi tanınan məhsul bu il hava şəraitinə görə əvvəlki illərdəki qədər bol olmaya bilər. May balını süzməyə tələsmirik. İstəyirik ki, bütün çiçəklərdən arı şabalıtdan da götürsün, cökədən də götürsün, lavanda çiçəyi, hətta bizim arı otu əkirik. Ondan da nektar götürür. İyulun hardasa 10-undan sonra bilirsən ki, bal yetişib. Damazlıq təsərrüfatlarından fərqli olaraq köçəri arıçılar bu il bol və keyfiyyətli məhsul əldə edəcəklərinə ümidlidirlər. Peşəkar arıçı Anar Məmmədov təsərrüfatındakı arıları qoşqular vasitəsilə müxtəlif bölgələrə apararaq onların həm sağlamlığını, həm də məhsuldarlığını artırmağa çalışır. Fevral ayının sonlarında Ağdaş rayonunun Abad, Piyazi kəndlərindən və oradan bir müddət saxladıqdan sonra arılar köçürük yenə Ağdaşın Gülbəndi, Xosrov kəndlərinə, akasiya çiçəklərinin açması ilə əlaqədar olaraq köçmüşük Qəbələnin hal-hazırda Mamaylı kəndində arılarımız buradadır. Köçəri arıçılıqla əldə olunmuş balın çeşidi, müxtəlifliyi çox olur. Məsələn, biz köçəri arıçılıqda akasiya balı, qaratikan balı, şabalıt balını, cökə balını ayrı-ayrı əldə edə bilirik. Uzun illərin təcrübəsinə əsaslanan arıçılar bildirirlər ki, may ayında tez məhsul götürmək arıların qida ehtiyatını zəiflədə və sonradan müxtəlif xəstəliklərə səbəb ola bilər. İyul ayında süzülən bal isə arıların mövsüm boyu müxtəlif bitkilərlə tam qidalanmasının nəticəsi kimi daha keyfiyyətli hesab olunur.